Haydi neyse. Sağ olun. Kriptonun coin'in başını bırakırız. İşte başını bırak. Yeri yok lan ha. Görmüsən komment satdan yazıb. Ne varsa? Olay dedim. Sen ne varsa? Gör ne deyirəm, mən coin'in başını bıraxaq. Ne varsa? Gör nə deyirəm, coin'in başını bıraxıram, bura YouTube'dan videolar da silirəm. Görmüsən kommentdə nələr yazıb. Ne nasıl lan? Koleji dostlar, proyekti sonlandırırıq. Bundan da bu qədər. Yəni başqa deyəcək bir şeyim yoxdur. Ya bu anam artıq mənim haterlarım var, məni bəyənməyənlər var. Ona görə artıq özümü tam şəkildə bir YouTuber saya bilərəm. Nice, deyirəm sən deyirəm. Nice. Deməli, kommentdə bəzi maraqlı kommentlər var imiş. Təbii ki, demək olar ki, çoxlu tanışlardır. Amma ki, misal nədir? Digər kommentlərə fikir verməmişəm. Amma ki, bəzi kommentlər var ki, mənim misal üçün özümə də ləzzət elədi. Sən ya ləzzət elədi? Çünki bilmirsiniz, çünki başınız sıxmır. Söhbət nədən gedir? Söhbət əsas olaraq ondan gedir ki, belə durdum ki, bisepsim daha çox görsəniz. Gözdə belə çox ciddi görsənmir. Onsuz da kommentdə yazmışlar ki, çox ucuzdur videonuzda, cürt. Onsuz da bizim video ucuz olmalıdır. Bizim content trash contentdir. Bizim content super ciddi bir content deyil. Aydın'ın da videoda dediği kimi uşaqlar, normal, ciddi bir kripto, qeyri-ciddi kontentlə, yəni coin'ünüzü potensiallıdır, qalxış qarantiyalıdır. Mən özüm deyirəm bunu, məsləhət görürəm. Ancaq məsləhət, yəni demirəm ki, al, məsləhət görürəm ki, alasan. Qardaş sayağı belə məsləhət verirəm. Amma ki, bizim kontentin özü bəri başdan onsuzlar bu kripto hasıl coin yaratmamışdan qabaqki videolara baxsanız, görəcəksiniz ki, bizim kontent trash kontentdir. Çayçıda oturubsan söhbət edirsən də, baş sketdən qoysan söhbətin edirsən. Belə bir kontentdir. Kommentdən başlayayım. Dostumuz yazdı ki, videonuz ucuzdur. Belə çıxır ki, bizim proyekt ucuzdur. Düzdür, bizim proyekt ucuzdur. Bahalı bir proyekt deyil. 10 minlərlə pul qoymamışıq. Normal pul yatırım eləməmişik. Normal pul buraxmamışıq. İnvestorların belə də tapmışıq. Birini tapmamışıq, birini itirmişik. Biri razıdır, biri vaxt istəyir. Burada böyük bir holding yaratmırıq. Bilirəm, qaqaş, sən istəyirsən ki, burada dollarlar tökülsün belə paçka. Mən də burada aviatorda girim. Deyim ki, qoşul mənim signal kanalıma. Sən də qazanarsan. Çünki bilirəm ki, sevilən şey budur, istənilən şey budur. Mən eləmək istədiyim nədir? Mən bunu dəyişdirmək istəyirəm. İnsanlıqları bu barədə reallığa gətirmək istəyirəm. Əmən Show'da o videoda dediyim kimi pul knopkası yoxdur. Əziyyət çəkmək lazımdır. Biz də misal üçün bu coin yaratmışıq, Crypto Hustle coinini yaratmışıq. Və söhbət orada nədir? Biz bunun üstündə işləmişik. Bunu oturub kodu yazmışıq. Bunu veb-sayt yaratmışıq. Bu YouTube kanallarda yaymışıq. Bunu dostlarımıza demişik. İnvestorlar tapmışıq. Bunlar sənin üçün ucuzdur səncə? Düzdür. Yenə deyirəm, bu sən fikrini dəyişdirməyə bilər. Amma ki, bizim millətdə budur. Fiziki əziyyət heç nədir. Həmişədən belə olubdur. Bunu dəyişdirməyə çalışırıq. Mən əziyyət çəkmişəm, gecələr misal üçün yatmamışam, bunun üstündə işləmişəm, video montaj eləmişəm, nə bilim eləmişəm. Bu mənim üçün ucuz deyil. Sənin üçün ucuz ola bilər. Mən yenə deyirəm, mən hal-hazırda bahalı bir şey istəməm. Düz deyirəm, bu deyil. Mən belə. Keçdik ikinci kommentariyaya. İkinci kommentariyanda elə qaqaşın özü yazır. Yazır ki, balansında $1000 olmayan zart-zor. İndi burada da özünüz oxuyarsınız. Sən bu qədər kinli misal üçün belə şeylə yazıbsansa, bu deməkdir ki, sən ha vaxtsa da kimlənsə öyrənməyə çalışıbsan, nəysə də batırmısan, nəysə ilə də qabağa getməyibsən qabağa. Yoxsa deməkdir ki, prosta nədənsə də əsəbi qalıbsan və hal-hazırda bizim YouTube kanala giribsən, görürsən ki, cavan uşaqlar nəsə eləyirlər. Bu da sənin xətrinə dəyifdir. Əymək də normaldır, yəni belə hater olmalıdır. Çox sağ ol ki, bizim haterimiz sən oldun. Bizdən nə qazandın? Bizdən heç nə qazanmadın. Bizdən maksimum bu videonu qazanarsan. Nə bilim, böyük birjalarda görsədin, nə bilim nələrdə görsədin. Ala qaqaş, bu boyda Doge, bu boyda PP hava çıxıbdı ki, Binance-da, birbaşa Binance-da çıxıbdı, birbaşa Bybit-də çıxıbdı. Hansında çıxıb? Ki, araşdır, ondan sonra heç olmasa yaz. Yazılıbdı ki, ton hava qalxıbdı 7-2-yə, 7-12-yə. Yenə deyirəm, prosta bilmirsən. Bilmirsən və eləyənləri qınamağa çalışırsan. Coin-i yaratmağa nə var deyirsən, yaradardın, niyə yaratmadın? Mən isə demirəm yarada bilmərsən, yarada bilərsən. Prosta ki, bizim səndən aramızda olan fərq ondadır ki, sən qorxaqsan, mən amba reallaşdıranım.